Bugün xristianlığın pravoslav qolu qırmızı cüməni qeyd edir. Biz də bugünün adətləri ilə tanış olmaq üçün Maryam Kuyladzenin evinə qonaq olduq. Əvvəlcə sarı kök hazırlanır. Pasxa bayramında yumurta boyayan hər kəs bu bitkini tanıyır. Sarı kökü bir gün öncədən hazırlayırıq. Oğlanların və ataları bu bitkini tapıb hazırlayırlar. Yumurtanı bişməyə qoymazdan əvvəl sarı kökü bir dəfə yaxşıca qaynadırıq. Sonradan yumurtanı qazana yerləşdirəndə daha yaxşı rəng alır. Ən əsası yumurtanın suyuna əvvəlcədən bir çimdik duz atmaq lazımdır ki, yumurta çatlamasın, həm də yaxşı asan soyulsun. Biz uşaq olanda nənəm 150-160 ədəd yumurta boyayardı. O daha böyük qabda asırdı. Gələn gedən hər kəsə yumurta hədiyyə edirdi. Bugün qırmızı cümədir. Ona görə də bu axşam uşaqlar qapı-qapı gəzərək bayram hədiyyələri toplayacaqlar. Adətimizə görə uşaqlara mütləq boyanmış yumurta hədiyyə edilməlidir. Onlar müxtəlif geyimlər geyinirlər. Tanınmaz hala gəlirlər. Beləcə əylənirlər. Həm gülmək üçün, həm də əylənmək üçün müxtəlif geyimlər geyinirlər. Qırmızı yumurtanı toqqaşdırırlar. Qəbir ziyarətinə gedəndə də mütləq boyanmış yumurta aparırıq. Yumurta mütləq qırmızı cümə günü boyanmalıdır. Əgər ailə 5-ci günü boyaya bilmirsə, şənbə günü də boyana bilər. Yumurtanın rəng alması üçün 20 dəqiqə qaynaması yetərlidir. Bu günlərdə əgər Pasxa bayramında kilsəyə getsəniz, qırmızı paltarlı, əlində qırmızı şam olan kahinləri görəcəksiniz. Xristian ənənəsində qırmızı rəng ilk növbədə İsa Məsihin xaçda tökülən qanının rəmzidir. Deməli, qırmızı şəhadətin, əzabın və qurban sevgisinin rəngidir. Qeyd edək ki, yumurtaları bu rəngə boyamaq da adətdir. Rəngli yumurta adəti Rəbbi ilk görən müqəddəs Məryəm Magdalinanın adı ilə əlaqələndirilir. Rəvayətə görə Məryəm böyük bir möcüzə barədə ilk xəbəri vermək üçün Roma imperatorunun yanına gedib və ona ağ bir yumurta verib. Məsih dirildi deyib. Roma imperatoru əvvəlcə ona inanmayıb və ağ yumurtanın qızarmadığı kimi ölülərin də dirilməyəcəyini söyləyib. Bu zaman möcüzə baş verib və yumurtanın rəngi dəyişib. İmperator müqəddəs Məryəmin sözlərinin doğru olduğunu başa düşüb və ona həqiqətən dirildi deyə cavab verib. Qırmızı yumurta o vaxtdan bu bayramın simvoluna çevrilib. Ancaq indi yumurtalar təkcə qırmızıya yox, göy qurşağının bütün rənglərinə boyanır. Pasxa şirniyyatı xristianlıqda hər kəsin çox sevdiyi, ən məşhur şirniyyatdır. Bayramın əsas simvollarından biridir. Bu şirniyyat Pasxa bayramının ilk günündə hazırlanan və möminlərə paylanan şirin çörəkdir. Yunan dilində artos mayalı çörək deməkdir. Rəvayətə görə İsa Məsih dirildikdən sonra 40-cı gündə göyə qalxıb. Bu hadisədən sonra yeməkdə olan şagirdlər ümumi duanı bitirdikdən sonra həmişə onun oturduğu masanın ortasına çörək qabı qoyurlar. Bu o demək idi ki, İsa həmişə görünməz şəkildə onların arasındadır. Pasxa tortu ənənəvi olaraq silindr şəklində bişirilir. Ona kişmiş əlavə edilir. Möminlər adətən Pasxa bayramında kilsədə dualar oxunduqdan sonra evə gedər Pasxa tortu yeyərlər. Gürcüstanda və ümum dünyada yaşayan Pasxanı qeyd edən hər kəsi bu gözəl gün münasibəti ilə təbrik edirəm. Hər birimizə İsa Məsihin sevgisi ilə yaşamağı arzu edirəm. დღესასწაული ქრისტეს სიყვარულში გვეცხოვროს ყველას.